Bismillahirrahmanirrahim. Esselamu aleyküm. Bugün biz isimlerdeki müəyyənlik və qeyri-müəyyənlik mövzusuna baxacağıq. Əvvəlcə qeyri-müəyyənlikdə olan bir neçə isim yazaq. Yeri gəlmişkən, bu bütün ad qruplu sözlərə aiddir, yəni sifətlərə də. Məsələn, cədidun və yaxud dəftərun. Hərəkəliyək. Deməli, ismin sonundakı tənvin, hansı ki n səsini verir. Baxın, bu dammədir, u səsini verir. Bu isə əks istiqamətdə yazılmış tənvindir. Bəzi kitablarda biz bunu belə də görə bilərik. Hər ikisi paralel. Həmin bu ikinci olan, ikinci yazdığımız tənvindir, n səsini verir. Bu isimlərdəki qeyri-müəyyənliyin şəkli əlamətidir. Bu cür isimlərə biz deyirik nəkira. Və isimləri müəyyən edən bir neçə səbəb var. Bugün biz onlardan birini götürəcəyik, hansı ki şəkli əlamətdir, yəni morfoloji yolla. Morfoloji yol nə deməkdir? Hər hansı bir şəkilçinin və yaxud hissəciyin ya da gözlə görülən bir nəsnənin ismi artırılması, yəni əl artiklı. Əl hissəciyini biz ingilis dilindəki və artiklı ilə qarşılaşdıra bilərik. Azərbaycan dilində belə bir hissəcik yoxdur. Baxaq, necə artırılır. Əl, həmişə bitişik yazılır. Əl-kitəbu. Əl hissəciyi sözə artırılarsa, sözün sonundakı tənvin artıq düşəcək. Niyə? Çünki o qeyri-müəyyənliyin əlaməti idi. Beləliklə, ərəb dilində qeyri-müəyyənlikdə olan ismə nəkira, müəyyənlikdə olan isimə isə mərifə deyirik. Nəkira olan bir ismi mərifəyə çevirmək üçün əl hissəciyini ismin əvvəlinə artıracaq və həmişə bitişik yazılacaq. Bir neçə nümunəyə yenidən baxaq. Qələmun, əl-qələmu. Beytun, əl-beytu. Əl hissəciyini ərəb dilində deyirlər hərf-ü tərif. Yəni, müəyyənlik hərfi. Və bu hərf-ü tərifdəki olan l hərfi, ləm hərfinin verdiyi həmin o l səsi bəzi isimlərdə oxunacaq, bəzilərində isə oxunmayacaq. Bu necə baş verəcək? Əgər hərfi tələffüz edərkən dilimiz və dişimiz bir-birinə təmas edirsə, bu hərflərə biz şəmsi hərflər deyirik. Məsələn, ləm hərfinin özü. L deyərkən biz dilin ucunu üst damağa toxundururuq. Bəzi hərflərdə isə bu üst dişə, üst dişin ön hissəsinə və yaxud üst damağın orta hissəsinə də toxuna bilər. Və yaxud T hərfi ya da F hərfi ya da Ta hərfi və yaxud Sad hərfi. 14 hərfimiz var ki, bu hərflərə biz şəmsi hərflər deyirik. Onların tələffüzü zamanı dil və yuxarı damaq ya da yuxarı dişlər bir-birinə təmas edir. Bəzi hərflərimiz var ki, bunların tələffüzündə dil və yaxud üst damaq, üst diş bir-birinə təmas etmir. Məsələn, B, bu tamamilə dodaq samitidir və yaxud M və yaxud Qaf, bu da boğaz hərfidir və yaxud H ya da X. Bunlara isə biz qəməri hərflər deyirik. Əl-hurufu şəmsiyyə şəmsi hərflər, əl-hurufu qəməriyyə isə qəməri hərflərdir. Bunların fərqinə baxaq. Məsələn, təcirun sözünə əl hissəciyini artırsaq,
Bu zaman buradakı əl hərfinin, əl hissəciyinin l-sı oxunmayacaq. Çünki l səsini tələffüz edərkən dilimiz üst dişin yanında o damaqla dişin ortasında olan hissəyə toxunur. Demək olar ki, dişə də toxunur. Bu biraz individual məsələdir, tələffüzdən asılıdır l deyərkən və t deyəndə də eyni proses demək olar ki, baş verir. Bu zaman dil üstə doğru, üst damağa doğru toxunub aşağı enərkən müəyyən bir dilin hərəkəti məsələsi olur. Bu hər iki hərfdə də eyni cür baş verdiyinə görə tələffüz zamanı bəzi çətinlik yaradır. Dil iki dəfə yuxarıya qalxıb aşağı enməsin deyə bu zaman şəmsi hərflə başlayan söz, hansı ki təcir sözündə şəmsi hərflə başlayır, ləm burada oxunmayacaq və tənin içərisinə girəcək. Beləliklə tə şəddələnəcək, ikiləşəcək. Əl-təciru yox, bunu ət-təciru kimi oxuyacağıq. Başqa bir sözdə yazaq. Məsələn, səyyaratun avtomobil deməkdir. Əgər biz bunun önünə əl hissəciyini artırsaq, bu zaman buradakı ləm yenə oxunmayacaq və əvəzində sin şəddələnəcək. Əs-səyyaratu olacaq. Əgər qəməri hərflə başlayan bir sözü artırsaq, məsələn, elə qamerun, ay sözü deməkdir. Bu zaman buna əl hissəciyini artıranda buradakı l oxunacaq. Niyə? Çünki qaf hərfi boğazdan çıxan bir, boğaz deməyək, bu əslində lisən məxrəcindən çıxır. Yəni dilin kökü, boğazla dil hərflərinin, lisən məxrəcinin başladığı yerdir. Bu boğaz hərfi hesab olunmur. Ərəb dilindəki q səsini çıxarmaq üçün biz dilin daha kökünə gedirik, hansı ki ondan sonra artıq boğaz hərfləri başlayacaq. Yəni bu hərf şəmsi hərf hesab olunmadığına görə bu zaman biz l-nı asanlıqla tələffüz edə bilirik. Əl-qaməru. Yəni l-nın tələffüz olduğu yerdən, o istiqamətdən ikinci hərf çıxmır. Onun yanındakı hərf oradan çıxmır. Ona görə də biz l-nı deyirik, sonra başqa bir məxrəcdən, tamamilə başqa bir hissədən, başqa bir səsi tələffüz edirik. Ona görə də bu ardıcıllıq tələffüzə, belə deyək, çətinlik yaratmır. Əl-qaməru. Amma əl-təcir deyəndə biz burada əl hissəciyini deyirik. L-nı tələffüz etdikdən sonra bir daha dili yuxarı qaldırmalıyıq ki, dili yuxarıdakı o üst dişə təmas edib vurmalıyıq ki, t səsini çıxarsın. Bu da nitqdə müəyyən çətinlik yaratdığına görə biz orada l-nı demirik, birbaşa l-nı salırıq t-nın içərisinə, ət-təcir deyirik. Və beləliklə əl hissəciyi sözə artırılarkən sözü müəyyənlikdə edir və əl hissəciyinin l səsi, l hərfi bəzən oxunur, bəzən isə oxunmur, amma həmişə yazıda özünü saxlayır. Orfoqrafik formasını saxlayır, amma orfoepik xüsusiyyətini itirir, tələffüzünü itirir. Bu həmişə baş verir, burada hər hansı bir istisna yoxdur. Yenidən sözlərə baxaq. Dəftərun. Dəftərun sözü dəl hərfi ilə başlayır. Dəl hərfi şəmsi hərfdir. Çünki d deyərkən dilimiz üst dişə təmas edir dilin ucu. Ona görə də biz bura əl hissəciyini artıranda buradakı l oxunmayacaq və d şəddələşəcək. Təbii ki, tənvin də düşəcək. Burada sadəcə dammə qalacaq. Çünki tənvin qeyri-müəyyənliyin əlaməti idi. Olacaq əd-dəftəru və yaxud Ğurfətun. Otaq deməkdir. Ğurfətun. Otaq sözünə biz əl hissəciyini artıranda bu zaman qayn hərfi, ğı boğaz hərfidir. Dil və üst dişin təması bura aid deyil. Bu səsi tələffüz etmək üçün dilimizi və yaxud üst damağımızdan istifadə etmirik. Ona görə də bu hərf qəməri hərfdir və bu zaman l-nı biz tələffüz edirik. Tənvin yenə də düşəcək, olacaq əl-ğurfətu.
Beləliklə, müəyyənlikdə olan hər hansı bir sözə biz mərifə deyirik. Qeyri-müəyyənliyə deyirik nəkira. Əl hissəciyinə isə deyirik hərf-ü tərif. İndi isə əl hissəciyindəki həmzənin oxunmamasına baxacağıq. Necə olur ki, əl hissəciyindəki həmzə oxunmur? Əgər cümləmiz əl hissəciyi ilə başlayan sözlə başlayırsa, məsələn, əl-kitəbu. Deyirik, əl-kitəbu cədidun. Yəni, kitab təzədir. Əgər cümlə əl-kitəbu sözü ilə başlayırsa, bu zaman buradakı ə həmişə oxunacaq. Bunun istisnası yoxdur. Amma bundan əvvəl hər hansı bir söz gəlirsə, məsələn, hədə. Bu zaman buradakı həmzə oxunmayacaq, çevriləcək olacaq vasıl. Yəni, biz deyəcək, hədəl kitəbu. Buradakı ə birbaşa gəlir, l-ya birləşir. Burada bir məqam daha var. Hədə sözündə biz bilirik, 2 dənə uzun səs var. Gəlin bunu qırmızı ilə yazaq. Məsələn, bax, burada h-nın üzərindəki olan fəthə uzun oxunacaq. Baxmayaraq ki, burada əlif yoxdur, amma klassik sözün özündə bu əlif var idi. Əlif sağira kimi bəzi kitablarda bunu yazırlar. Hansı ki, oxuyucuya aydın olsun ki, buradakı h-nın əsini uzun deyəcək. V-dan sonra isə əlif var və həmişə yazılır. Və V-nın üzərindəki bu fəthəni uzadan həmin bu əlif, bundan sonra vasıl gələrsə, həmin əlif artıq öz funksiyasını itirir. Niyə? Çünki buradakı biz əni həm uzun deyib, həm də birbaşa l-ya ötürə bilmərik. Hədəl kitəbu dedikdə artıq buradakı əlif öz uzunluğunu itirir. Beləliklə, vasıl həmzəsindən əvvəldə gələn uzun səs artıq öz funksiyasını itirir və qısalaşır. Çünki birbaşa deyilir. 2 söz bir-biri ilə sanki birləşir. Hədəl kitəbu cədidun. Başqa bir sözü yazaq. Məsələn, dəftərun. Söz qeyri-müəyyənlikdə olan bir sözdür. Çünki tənvinlə bitibdir. Baxın, bax, burada tənvin var. Əl hissəciyini artırırıq. Buradakı dəl şəmsi hərfdir. Çünki dilin ucu üst dişə, üst damağa toxunur. Ona görə də biz l-nı deməyəcəyik, deyəcəyik əd-dəftəru. Burada isə tənvin düşəcək, olacaq sadəcə dammə. Və bura biz əgər hədəni gətirsək yenə də, bu deməkdir hədə, kişi cinsində olan isimlər üçün işarə əvəzliyidir. Olacaq hədə-dəftəru. Buradakı ə artıq l-ya keçməyəcək, yuxarıdakı variantda olduğu kimi. Çünki burada l oxunmur, birbaşa d-ya gələcək. Hədə dəftəru. Məsələn, deyə bilərik, hədə dəftəru qadimun. Köhnədir, belə deyək. Hədə dəftəru qadimun. Beləliklə, bəzi sözlər var ki, onlar həmzə ilə başlayır və həmzə ilə başlayan sözlərin bir qrupu var ki, həmzədən əvvəl, yəni həmzə ilə başlayan sözdən əvvəl nəsə gələrsə, həmzə burada oxunmayacaq, vasla dönüşəcək, yəni vəsilə olacaq. Özündən əvvəlki səsi özündən sonraya ötürəcək. Bunun funksiyası bundan ibarət olacaq. Özü isə həmzə olaraq yazıda itəcək, amma əlif hərfi, yəni həmzənin dayağı kimi işlədilən əlif hərfi yazıda həmişə qalacaq. Biz növbəti dərslərimizdə inşallah həmzənin oxunub-oxunmamasını praktiki olaraq görəcəyik.